Hoş gördük. Aziz izleyicilerim, sizinle bugünkü görüşümüzde İngiltere Kralının 350 yıl bundan evvel zərb olmuş ve Zaqatalada tapılan ordeni hakkında məlumat vereceğiz. Bu orden İngiltere Kralı 2. Charles'ın şərəfinə 1678-ci ildə 23 apreldə Müqəddəs Georgi günündə Dresden'de təşkil edilmiş möhtəşəm festival zamanı zərb olunmuşdur. Medalın ön tərəfində Müqəddəs Georginin əjdahanı öldürməsi səhnəsi təsvir edilmişdir. Medalın üstündəki bu simvolun mənası belədir. Kralın əjdahanı öldürməsi xeyrin şərə qalib gəlməsini simvolizə edir. Medalın arxa tərəfində isə dəfnə çələngi daxilində bu sözlər yazılmışdır. Tanrının lütfu ilə Böyük Britanya, Fransa və İrlandiyanın kralı, şimalı iman müdafiəçisi, ən uca, ən qüdrətli və ən ali şahzadə 2. Charles'ın şərəfinə 1678-ci il. İngiltərə kralı 2. Charles'ın şərəfinə 1678-ci ildə kəsilmiş bu ordenin bir nüsxəsi hazırda ABŞ-dakı Metropolitan Muzeyində, bir nüsxəsi də Britaniya Muzeyində saxlanılır, nümayiş olunur. Belə qiymətli və tarixi bir ordenin bir nüsxəsinin Zaqatalada olması bizi çox sevindirir. Bu həm də dövlətlərimiz arasındakı qədim tarixi və mədəni əlaqələrdən bizə müjdələr verir. Əziz izləyicilərim, sizinlə əvvəlki görüşlərimizdə 1862-ci il Londonda keçirilən Ümumdünya Beynəlxalq Sənaye və İncəsənət sərgisi və sərginin qaliblərindən biri olan Zaqatalalı Hacı Yusif Şabanoğlu haqqında məlumat vermişdik. Dünyanın 39 ölkəsinin nümayəndələrinin iştirak etdiyi bu Ümumdünya tədbirində, bu Ümumdünya sərgisində Zaqataladan olan bir ustanın qaliblərdən biri olaraq medalla təltif olması bizi çox qürurlandırmışdır. Bəs bu nadir tapındı, bu qiymətli orden Zaqatalaya necə gəlib çatmışdır? Tarixdən yaxşı məlumdur ki, Cənub Qafqazın yerləşdiyi coğrafi mövqe və onun strateji əhəmiyyəti dünyanın qüdrətli dövlətlərinin həmişə diqqət mərkəzində olmuşdur. Bugün də belədir. Rayonumuz ta qədimdən ticarət yolları üzərində yerləşmişdir. Dünyanın bir çox səyyahları, o cümlədən Avropanın ilk qadın səyyahı olan Carla Serena da öz xatirələrində yazdığı kitabında bununla əlaqədar geniş məlumat vermişdir. Bölgəmizdə sənətkarlıq, sənaye, kənd təsərrüfatı və digər sahələr yüksək inkişaf etmişdir. Bölgəmizdə istehsal olunan sənətkarlıq məhsulları, xam ipək, xalça və palazlar İtaliya, Fransa, Amerika, İngiltərə, Türkiyə və başqa ölkələrə göndərilmişdir. Tiflis, Nuxa, Şamaxı, Bakı ticarət yolunun bu mühüm məntəqəsində hətta Amerikan tacirlərinə də rast gəlmək olurdu. Çox güman ki, bu orden ya ticarət yolu ilə, ya da diplomatik yolla rayonumuza gəlib çatmış, sonralar isə əl dəyişərək ya tacir ailələrinə, ya da yerli kolleksiyaçılara nəsib olmuşdur. Bir qədər də bu nadir tapıntı, bu nadir orden haqqında sizə məlumat verək. Dövlət səviyyəsində ən ali və şərəf nişanı olan bu orden İngiltərənin və Avropanın ən qədim və ali cəngavərlik ordenidir. Orden 1348-ci ildə Kral 3. Edward tərəfindən təsis olunmuş və bu günə qədər də İngiltərə monarxı onun ali hökmdarı sayılır. Orden şərəf, sədaqət və xidmətin tanınmasına görə kralın yaxın zadəganlarına, generallara, diplomatlara və xarici monarxlara təqdim olunmuşdur. Hər il Windsor qəsrində keçirilən təntənəli mərasimdə orden təqdim edilirdi. Əziz izləyicilərim, bu nadir tapıntılarla əlaqədar biz İngiltərənin Azərbaycandakı səfirliyinə, eləcə də London Muzeyinə rəsmi məlumat vermişik, müraciət etmişik. Bu yaxınlarda London Muzeyinin baş kuratoru Hazel Forsyth tərəfindən məktubumuza cavab almışıq. Hazel Forsyth bu nadir tapıntı ilə əlaqədar minnətdarlığını və təşəkkürlərini bildirmişdir.
İngiltere Kralı 2. Charles'ın şərəfinə 1678-ci ildə zərb olunmuş bu orden hazırda Zaqatala Tarix Diyarşünaslıq Muzeyində saxlanılır. Mənə məlum olduğuna görə orden qazıntı zamanı rayonumuzun Buxaq kəndində tapılmış və muzeyə təqdim edilmişdir. Bu nadir tapıntı və onun muzeydə qorunması rayonumuzun sakinlərinin yüksək tolerantlığından, tarixə və dünya mədəni irsinə diqqətindən, ehtiramından və sevgisindən müjdələr verir. Diqqətinizə görə çox sağ olun.